Salam əziz altıncılar. Biz sizlə artıq 11-ci mövzudayıq. Bugünkü mövzumuz belədir. Qara Yusif kim idi? Yenə də həmişə olduğu kimi dərsin sonunda hansı təlim nəticələrinə nail olmalısınız, onu qabaqcadan bilək. Siz bu dərsin sonunda zaman anlayışlarını yüzlük, minlik müəyyənləşdirməyi bacarmalısınız. Yəni 1410-cu il neçənci əsrə düşür? Eyni zamanda Qara Yusifin Azərbaycan tarixində mühüm rol oynamış şəxslərdən biri olduğunu müəyyənləşdirməlisiniz. Keçək mövzumuza. Bilirsiniz ki, Azərbaycanda Qarabağ, Qaradağ, Qarapapaq, Qarayazı kimi sözlər var. Bu sözlərin qabağındakı qara sözü nəyi ifadə eləyir? Bilirsiniz ki, qara həm rəng mənasındadır, həm də böyük mənasındadır. Yəni, böyük bağ, böyük dağ, böyük yazı və s. Həmən tarixin güclü şəxslərindən biri olan Qara Yusif də hörmətinə, cəsarətinə, mərhəmətinə, ədalətinə görə xalq tərəfindən Qara kimi çağırılırdı. Yəni, Qara Yusif, Böyük Yusif. Görək, Qara Yusif hansı tarixi zamanda hökmdar olmağı bacara bilmişdi? Nə üçün Qaraqoyunlu dövlətinin bayrağında qoç təsviri var idi? Hamısını öyrənəcəyik. Uşaqlar, tutaq ki, bu hissəni biz götürək, onu oxuyaq və buradan özümüzə vacib olan, keşəqedə düşə biləcək və yaxud da dərs zamanı müəllimin verə biləcək sualların qeydini özümüz çıxardaq, konspekt eləyək. Qara sözü dilimizdə təkcə rəng deyil, həm də böyük, güclü anlamında işlənilir. Bəli. 15-ci əsrdə və yaxud yüzillikdə əsası Baharlılar nəsli tərəfindən qoyulan dövlət də Qaraqoyunlu adlanırdı. Bu dövləti Van gölü hövzəsində və Azərbaycanın bir sıra ərazilərində yaşayan, yaylaq maldarlığı ilə məşğul olan Oğuz türkləri qurmuşdular. Onlar maldarlıqdan, xüsusilə də qoyunçuluqdan böyük gəlir əldə edirdilər. Dövlətin bayrağında da qara qoç təsviri var idi. Baxaq görək, haraları götürdü uşaqlar. 15-ci əsrdə yaranıb, Baharlılar nəsli yaradıb, Qaraqoyunlu dövləti də adlanırdı. Baharlı nəsli Oğuz türklərinə aiddir. Əsas məşğuliyyətləri maldarlıq idi. Dövləti yaradan isə Qara Yusif. Bu sualın da cavabını yəqin artıq bildiniz. Aha. Uşaqlar, burada biz Van gölünün yerini təyin eləyək. Bayaq dedik ki, çünki həmən nəsil Van gölü ətrafında yaşayan, maldarlıqla məşğul olan bir tayfa idi. Qara Yusif kim idi? Qara Yusif uca boylu, güclü olması ilə fərqlənirdi. O yaxşı təhsil almışdı. Onun əsas gücü də məhz bunda idi. Ən çətin vəziyyətdə belə özünü itirmir, ani qərarları ilə düşmənlərini çaşbaş edirdi. Asanlıqla ünsiyyət qurur, mərhəməti və ədaləti sayəsində dostlar qazana bilirdi və dostları ilə həmişə hörmətli davranırdı. Baxın, bunu oxuyuruq və buradan biz özümüzə iki cümlə kimi nəticə çıxardırıq. O, düşmənlərinə qarşı da mərhəmətli idi. Ona xəyanət edən Cəlairi Sultanını bağışlamaq istəmiş, lakin Cəlairi əmirlərinin kəskin etirazından sonra bağışlamamışdı. İkinci, o, döyüşdüyü, məğlub etdiyi Şirvanşahı Şeyx İbrahimi xalqının xahişi ilə azad etmişdi. Təbrizlilərin xahişi ilə. Yəni, bir sözlə onu təqdim etsək, nə deyərik? O, həm də düşmənləri ilə belə deyək də, ədalətli davranırdı. Qara Yusifin yaşadığı zamanlar olduqca qarışıq dövr idi. Azərbaycanda hakimiyyət uğrunda bir neçə qüvvə mübarizə aparırdı. Mən bu qüvvələri öyrənib dəftərimə yazmalıyam. Birinci, Şirvanşahlar, Ağqoyunlular, Monqol nəslindən olan Cəlairilər,
üç qüvvə mübarizə aparırdı. Eyni zamanda isə Teymur, Turan Sultanı adlanan Teymur bu dövrdə Azərbaycana yürüş etmişdi. Turan nədir? Turan türklərin yaşayıb yayıldığı əraziyə deyirlər. Əmir Teymur türk müsəlman əhalisinin yaşadığı əraziləri öz dövlətinə tabe etmişdi. Ona görə də o həm də Turan Sultanı adlanırdı. Teymurun qurduğu dövlət onun ölümündən sonra Teymurilər adlanırdı. Qara Yusifin əsas rəqibi də məhz Teymur və onun varisləri idi. Böyük Fatihin vəsiyyəti. Uşaqlar, Əmir Teymur Hindistanı fəth edən bir şəxsiyyət idi. Ona görə də ona Fatih deyirdilər. Əmir Teymur kimi bir şəxsiyyət öz varislərinə xəbərdar etmişdi ki, Qara Yusiflə ehtiyatlı olun. Qara Yusif türk hərb sənətini gözəl mənimsəyən mahir bir sərkərdə idi. Əskərləri onu çox sevirdi. Çünki həlledici döyüşlərdə o əskərləri ilə çiyin-çirinə vuruşurdu. Və onun bu qorxmazlığı, cəsarəti döyüşçülərinə böyük ruh yüksəkliyi verirdi. Məhz bunun sayəsində Yusif az qüvvə ilə özündən sadəcə çox olan düşmənlərinə qalib gələ bilirdi. Belə keyfiyyətlərinə görə Əmir Teymur rəqibləri içərisində məhz Qara Yusifdən çəkinirdi və oğlanlarına, varislərinə onunla ehtiyatlı olmağı tövsiyə edirdi. Baxaq uşaqlar, bir dənə sual sizə verim. İkinci Qarabağ müharibəsi ərəfəsində, müddətində yox, Azərbaycanın hansı generalı düşmənlə üz-üzə ön xəttdə şəhid olmuşdu? General idi, amma şəhid olmuşdu. Yəqin ki, bu sualın cavabını hamınız bilirsiniz. Söhbət Polad Həşimovdan gedir. İndi hökmdar Yusifdən danışaq. Öz rəqiblərini məğlub edən Yusif 1410-cu ildə paytaxtı Təbriz olan güclü dövlət qura bilmişdi. Demək, 1410-cu il neçənci əsrə aiddir? 15. Bəs neçənci minilliyə aiddir? Təbii ki, 2-ci minilliyə. Bu dövlətin qurulması ilə Azərbaycanda hökm sürən qarışıqlığa son qoyulmuşdu. Qara Yusif orduya xüsusi diqqət yetirirdi. Buna görə də ölkənin müdafiəsini gücləndirmişdi. O Teymurilərin, yəni Teymurun varisləri belə adlanırdı. Bir neçə yürüşünün qarşısını almışdı. Ölkədə sabitlik yaranandan sonra əkinçilik, sənətkarlıq, ticarət canlanmış, əhalinin gəlirləri artmışdı. O həm də elmə, təhsilə də xüsusi qayğı göstərirdi. Alimlər, şairlər, rəssamlar, hətta din xadimləri dövlətin himayəsində idi. Qara Yusif bütün dinlərə hörmətlə yanaşırdı. O hətta xristian kilsəsini vergilərdən azad etmişdi. Müharibələr zamanı isə dövlətində yaşayan xristianların təhlükəsizliyini təmin etməyə çalışmışdı. Əgər o bütün dinin nümayəndələrinə hörmət edirdisə, necə adam idi? Tolerant. Qara Yusif Azərbaycan türk dilinin də inkişafına xüsusi diqqət yetirirdi. Qaraqoyunlu sarayında türk dilində xeyli kitablar yazılmışdı. Onun zamanında müsəlmanların müqəddəs kitabı Qurani-Kərim türk dilinə tərcümə edilmişdi. Bu hissədən uşaqlar, baxın, mən bu qeydləri çıxartdım. Türk dilinə önəm verirdi, Qurani-Kərimi tərcümə elətdirmişdi, tolerant idi və dövlət yaratmışdı. O dövrün mənbələrində sultan, padşah, bahadır kimi adlandırılırdı. Yürüş ərəfəsində xəstələnir və vəfat edir. 1420-ci ildə vəfat edir. Qara Yusif indiki Türkiyə ərazisində Ərcişdə dəfn olunub. Bu onun məqbərəsidir uşaqlar, kitabımızda çəkilmiş formasıdır, amma çox təəssüf ki, o məqbərə indi hal-hazırda dağıdılıb. Baxın, hətta ətrafında qoç heykəllər var. Cütlərlə iş. İndi müəllim yəqin ki, fərqli üsullardan, fərqli tapşırıqlardan da istifadə edə bilər. Cütlərlə iş eləsəz əgər, sualları sizə təqdim edeyim. Baxın, Qara Yusifə müasir tarixçi mövqeyinə münasibət bildirin.
Bu asandır. 15-ci əsr neçənci minilliyə aiddir. Əgər birbaşa 15-ci əsri minilliyə çevirməyə çətinlik çəkirsinizsə, 1410 baxın, mini keçib. Demək bu 2-ci minilliyin içindədir. 1001-dən 2000-ə qədər hadisələr 2-ci minilliyə aiddir. İkinci cüt. Qara Yusifə Şirvanşahların nöqteyi nəzərindən qiymət verin. Qara Yusifə Teymurilərin nöqteyi nəzərindən qiymət verin. Qara Yusifin dövlət əhəmiyyətli tədbirlərinə, dövrün din xadimlərinə, onların mövqeyindən münasibət bildirin. Bunda 1420 neçənci yüzillikdir, təbii ki 15-ci. Bu 4-cü cütün tapşırığına 5-ci cütün tapşırığı eyni olub, birini ləğv edə bilərik. Ümumiləşdirmə və nəticə çıxardaq. Qara Yusif həm döyüşçü idi, həm düşmənlərinə mərhəmət göstərirdi. Səncə bir hökmdar üçün daha vacib olan nələrdir? Güc, yoxsa mərhəmət? Bir hökmdar güclü olmalıdır, yoxsa mərhəmətli? Bu artıq uşaqlar sizin öz düşüncənizlə bağlı sualdır. Qara Yusif tolerant insan idi. Bəli, bunu sübut edəcək fikirlər nə deyə bilərsiniz? Bunda tapşırıqların içindən baxa bilərsiniz, mövzuda bayaq izah elədim. Teymur nə üçün varislərini xəbərdar edirdi? Çünki Qara Yusif çox güclü və sərkərdələrinin dəstəyini tam qazanan bir hökmdar idi. Özünüzü qiymətləndirin uşaqlar. Bu şagirdlərə müəllimlərin özünü qiymətləndirmə vərəqi kimi təqdim oluna bilər. Yəni cütlərlə işləyən zaman mən əməkdaşlıq etdimmi, yoldaşlarıma kömək etdimmi, dinləmə bacarığım yüksək səviyyədə idimi, yoxsa aşağı və s. Ev tapşırığı olaraq isə Qara Yusifin şərəfinə hansı ölkələrdə abidələr var? Bu suala cavab axtara bilərsiniz. Uşaqlar, ümid edirəm ki, dərsi başa düşdünüz. Növbəti dərsi də vaxtında izləmək üçün mütləq kanala abunə olun və kanalı paylaşın.